Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Allah Teala ibadət, itaət və dualarımızı ali dərəcədə qəbul eləsin inşallah. Şabaniyə münacatının şərhi ilə davam edirik. Biz keçən söhbətimizdə qeyd etmişdik, duanın mətnində bir parça qeyd etmişdik ki, orada qeyd olunur ki, ilahi sənə tərəf qaçmışam. Bugünkü söhbətimizdə isə duanın digər hissələrindən danışacağıq. Qeyd olunur ki, və vaqaftu beynə yədeykə, ilahi sənin huzurunda dayanmışam, müstəkinən ləkə, tam muti halda dayanmışam sənin qarşısında, mustarri'an iləykə, sənə yalvararaq, üz tutaraq gəlmişəm, raciyən limə lədəykə səvabi, elə bir halda gəlmişəm ki, sənin yanında olan mükafata ümid bəsləyərək sənin qarşında dayanmışam. Bir şəxsin yanına getdiyimiz zaman, bir şəxsin yanında dayandığımız zaman ya onun sağında, ya solunda, ya önündə dayanırıq ki, onun yanında olduğumuz hiss olunsun. Duada Allahın dərgahı deyərkən onun qarşısı nəzərdə tutulur. Beynə yədəyik, ərəb dilində desək, beynə yədəyikdir. Burada tam qarşı-qarşıya dayanmaq mənasında qeyd olunur. Təbii ki, Allahla qarşılaşmaq, Allahın yanına qaçmaq, Allahın yanında dayanmaq dediyimiz zaman bu məcazi mənadadır. Yəni, mənəvi olaraq Allahın yanında olmaq, Allaha sığınmaq mənəvi mənadadır. Yəni, elə bir halda gəlmişəm ki, ilahi qəlbim dağınıq deyil, qəlbim yayınmayıb, qəlbim sənə tərəfdir, diqqətim yayınmayıb, parçalanmayıb, sənə tərəfdir ilahi. Bütün varlığımla sənin qarşısında dayanmışam. Necə ki, Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsinin 238-ci ayəsində buyurur ki, və qumu lillahi qanitin, Allah üçün itaət halında ayağa qalxın. Diqqət eləsəz, duanın əvvəlki mətnində fəqad hərabtu iləykə, əvvəl deyirdi ki, ilahi sənə tərəf qaçdım, sənə tərəf qaçaraq gəldim, amma burada nə deyilir? Vaqaftu, yəni ilahi qaçdım, ondan sonra nədir? Vaqaftu, yəni dayandım, yəni sənə tərəf gəldim, çatdım və sənin qarşında dayandım deyir. Qaçış təhlükədəndir, dayanmaq isə təslimiyyəti bildirir. Və bu da qaçmaq günahdan qaçış olur, dayanmaq isə Allahın qarşısında müti olaraq Allaha təslimiyyəti bildirir. Müstəkinən nədir? Müstəkinən o hala deyirlər ki, ilahi sənin qarşında dayanmışam, amma müstəkin halda, yəni əlimdən heç bir şey gəlmir, əlimdə bir şey yoxdur, heç bir iddiam da yoxdur, özümə, əməllərimə güvənim yoxdur. Elə bir haldayam ki, can verən xəstənin halındayam. Can verən halda ki, insan özünü necə çarəsiz hiss eləyirsə, ilahi mən də o halda gəlmişəm. Bütün sərvətini itirən insan nə halda olar? İlahi mən də o haldayam. Ona görə deyirlər ki, Allahın yanında ən üstün hal insanın özünü bir şey bilməməsidir. Özünü gücsüz və aciz bilməsi. Təbii ki, Allahın dərgahında, Allahın qarşısında. Mustarran, yalvarışla gəlmişəm ilahi, səsim titriyir, qəlbim sınıb, öz daxilimdəki hisslərimi bilirəm ilahi. Bilirəm ki, günah məni hardan hara salır. Yalvararaq, ağlayaraq gəlmişəm. Allah Teala insanın içində bəzi xüsusiyyətlər qoyub, ağlamaq xüsusiyyətini qoyub, qorxu xüsusiyyətini qoyub, sevinç xüsusiyyətini qoyub, qəm xüsusiyyətini qoyub. Və bunların da heç biri boşuna deyil. Bir insan ağlayırsa onun həmişə acizliyindən olmur. Baxın, Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim, Tərə a'yunəhum təfidu minəd-dəm'i mimmə ərəfu minəl-haqq. Allah Teala deyir ki, sən onları görərsən ki, gözlərindən yaş axır. Və səbəbin də deyir, haqqı tanıdıqlarına görə onların gözlərindən yaş axdığını görərsən. Deməli, insan haqqı tanıyarkən, belə deyə Allahın həqiqəti ilə, mərifəti ilə aşina olduğu zaman, tanış olduğu zaman, o
bütün hisslərin ortaya qoyur və hisslərin boşalması da göz yaşları ilə bilinir, göz yaşları ilə əhatə olunur. Biz dəfələrlə Peyğəmbərimizin həyatında da var Peyğəmbərimizin göz yaşları, digər Peyğəmbərlərin göz yaşları, Həzrət Əli əleyhissalamın ağlayaraq hətta özündən getməsi, bunlar hamısı buna nümunədir. İlahi, mən gəlmişəm sənin yanına, raciyən limə lədeykə səvabi. Mən ümidim var ki, sənin yanından bir əcr alam, bir savab qazanam. İlahi, mənim tələbim yoxdur, mənim ümidim var, ümid edirəm. Ona mənim özümə qalsa, mənim özümdə bir ləyaqət yoxdur. Mənim belə ümidim sənin rəhmətinə, sənin lütfünədir. Çünki İlahi, sən özün Quran-ı Kərimdə demirsən ki, bəndələrimə xəbər ver, bəndələrimə çatdır ki, mən bağışlayan və mərhəmətliyəm. İlahi, sən özün öz Peyğəmbəri və əmr olaraq demirsən ki, bəndələrimə çatdır, mən onları bağışlayıram. Mən mərhəmətli Allaham. Amma davamında da İlahi demirsən ki, وَأَنِّي عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمِ. Həqiqətən mənim əzabım da şiddətlidir. Yəni qorxuyla qaçırsan, ümidlə dayanırsan. Bizə bunu bu cürlə dua bizə bunu çatdırır. Duanın xülasəsi budur ki, bəndənin içindəki iki həqiqəti bizə göstərir. Düşmənlərimdən qaçmışam İlahi. Məni sənə tərəf gəlməyə maniyə olacaq düşmənlərdən qaçmışam və gəlmişəm sənin dərgahına. Özümə güvənərək yox, sənə güvənərək gəlmişəm. İlahi, qaçdım və çatdım. İndi sənin huzurunda dayanmışam. Nə iddiam var, nə də gücüm, nə də güvənim var özümə, əməllərimə. Yalnız sınmış qəlbi gətirmişəm. Bir də sənin kərəminə mən güvənirəm İlahi. Şabaniyyə münacatı bizə öyrədir ki, nicat qaçmaqla başlayır. Baxın, nicat qaçmaqla başlayır və təslim olmaqla da tamamlanır. Biz baxsaq görürük ki, Həzrəti Yusuf əleyhissalam neynədir? O bağlı qapılar arasında günahla üz-üzə qalmışdı. Amma qaçdı, bağlı qapılara tərəf qaçdı. O qapıları ki, Həzrət Yusuf əleyhissalamın gözünün qabağında bağlamışdılar, kilitləmişdilər. Amma Allaha ümid edərək o bağlı qapılara tərəf qaçdı. Digər biz Peyğəmbərlərə baxsaq, Həzrəti İbrahim əleyhissalam Allaha ümid edərək qaçdı. Allaha tərəf qaçdı. O Nəmrudun zülmündən. Musa əleyhissalam Allah deyib Allaha tərəf qaçdı və onun üçün dərya iki tərəfə ayrıldı. Dərya bölündü. Həzrəti Peyğəmbərimiz Allahın salamı olsun ona və pak əhl-i beytinə. Hicrət gecəsində Allah dedi, Allaha tərəf qaçdı və Allah onu düşmənlərindən xilas elədi. Düşmənlərin içərisindən getdi, amma düşmənləri onu görmədi. Allah dedik, Allaha tərəf qaçdı. Allah Teala ən incə, ən zərif şeylə onu qorudu. Hörümçəyin toru ilə qorudu. O hörümçək ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, ən incə, ən zərif, ən zəif yuva hörümçəyin yuvasıdır, çünki öz torundandır. Allah ondan qoruyor. Allah bizə başa salmaq istəyir ki, Allah sənin yanında olandan sonra fərqi yoxdur sən nə olursan ol. Allah sənin yanındadırsa, quşlar fillərə qalib gələr. Əbabil quşu gəlir, fillərə qalib gələr. Allah sənin yanında olandan sonra Allah səni bir hörümçək toru ilə də olsa qoruyar. Allah sənin yanında olandan sonra o bir balaca milçəklə gəlir sənin düşmənini cəzalandırar. Ona görə deyirlər, dünyaya sığmayan Nəmrudun öhdəsindən balaca bir milçək gəldi. Ona görə də bizim vəzifəmiz nədir? Biz Allaha tərəf qaçmalıyıq, Allaha sığınmalıyıq ki,
sonumuz xeyirli olsun. Allah Teala bizim sonumuzu xeyirli eləsin inşallah. Allah Teala bizləri Allaha tərəf qaçanlardan və Allaha qovuşan şəxslərdən qərar versin inşallah. Muhammed və Ali Muhammedə salavat edin.